rayonunun Şirvanı Sovetliyinin Dəmədağlı sakini Cəfərov Qurban Qiyasoğlu. Oranı börək çatışmamazlığından əziyyət çəkirəm, özüm də diabet şəkərəm. Şəkərdən qılçalarımda kitləşib, börəklərimin işləmədiyinə deyil, qan dövranlarım pozulub, başımın qan dövranları işləmir. Mingəçevir Sosial Regional Komissiyasında da olmuşam 3 dəfə. Amma həkimlər orada mənim nazirliyə get sözümü deyiblər mənə, sənətimi də vurublar mənə, nə məlum məsələdə, nə yarımçıq deyib, göndərirlər geriyə. Bilinmir ki, səbəb də nədir ki, mənim komissiyadan keçmirlər. Özüm də dəfələrlə banisələrdə yatmışam. İldə bir dəfə də hər il gedirəm Cavazsadiyyə, maliyyələrdən də keçib sənətlərimi gətirəm. İşte 8-də Bərdə mərkəzi banisəxanasında yazdırıram, gətirirəm. Rafael doktoruna gedirim Mingəçevirə, Mingəçevir vurur, Bakı Nazirlik məni qəbul eləmir. 2015-dən ikinci qrup 50'lik veriblər mənə, 2024-ün noyabr ayında da 50'liyimi dayandırıblar komissiyada. Heç bir səbəb də göstərmirlər ki, mənim 50'liyimi niyə dayandırıblar, mənə heç bir səbəb göstərilmir. Qalmışam belə, amma mənim 50'liyimi qəbul eləmirlər, mənə imtina verirlər. Çox xahiş edirəm cənab prezidentimizdən, cənab nazirimiz Anar Əliyevdən, Mehriban xanımdan mənə bir köməklik eləsin. Geçən ayın sentyabrın cənab nazir Anar Əliyev gəldi Bərdə şəhərinə, bütün xəstələrlə, əlillərlə, problemi olan vətəndaşlarla görüşməyə. Mən də getdim yoldaşımla, bax bu da mənim sənətlərim. Gedim ki, məni qəbul eləsin, mən gedim dərdimi, sözümü ona deyim ki, görün mənim əlilliyimi niyə dayandırıblar. Cənab nazir bir tavşırıq versin, onun yanında gələn nümayəndələri məni içəri bırakmadılar ki, olmaz. Nazirlə biz görüş vermirik sizi. Ora qəbula yazılanlar gedir, halbuki o qəbula yazılanlar da ora girə bilmirdilər, qoymurdular. Polislərdən belə hamısını tövüşdülər ora. Nümayəndələr içəri adam bırakmadılar. Mənə dedilər ki, özümüzün burada ərcə yazan nümayəndələrimiz, vətəndaşlarımız var, sən şikayətini onlar qəbul eləyər, yazıb göndərərlər naziriyə. Maya 2-3 söz aldılar məndən, yazdılar bir vərəqiyə ki, göndərəcəyik naziriyə sistemə vurub. Amma hələ bu günə qədər də hələ bir xəbər gəlməyib ki, mənim şikayətim yazılıb ora gedib, mənim şikayətimə baxılsın. Baxmırlar. Neyim indi mən? Gedim hara şikayət edeyim bir də mən? Ana müəllim gəldi, məni qoymadılar girib görüşməyə. Yanına girməyə qoymadılar məni. Rəhbərlərindən də çox xahiş edirəm mənim yayınlasınlar, səsimi mənə bir köməklik eləsinlər. Mənim vəziyyətimi işıqlandırsınlar. Ağır xəstəyəm, yorğan döşəkdən də dura bilmirəm. Qılçalarım da kitləşib, başımın da qan devranı pozulub, börəklərim də sidiyə getmir. Həkim gəldi üstümdə mənə kateterlə mənim sidiyimi çıxardır. Mən qalmışam belə. Mən hansı banisələrə də gedirəm, mənə deyirlər ki, sən nə gündəsən ki, sənə 50'liyini də kəsiblər, sən bir dənə dərmanı alıb, özünə baxıb, börəklərini müalicə elətdirə bilmirsən. Börəklərimdə işləmir. Qalmışam belə. Neyniyim mən? Hara gedim müraciət eləyim? Cənab prezident, sizdən çox xahiş eləyirəm. Buna köməklik eləyəsiniz.